Bu dediyim o həmin o cahil dindar keçirdi gördüyüm İmam Musa Kazım əleyhissalam yer şumlayır. Yer qazır, nə bilim, məsələn, belləyir. O müqəddəs bazda axı mütləq bir söz deməlidir. İmama da ağıl qoyacaq bu. Dedi ki, siz, mən bilməzdim, sizin ata-babalarınız zahid olub, filan olub, siz günün altında dünya məhəbbəti sizi buracan çatdırıb ki, oturub günün istisində iş görürsünüz. Həmişə fikir vermişəm, imamlar belə adamların qabağında çox sərt danışırlar. İmam baxdı dedi ki, mən burada işləyirəm ki, sənin kimlərə möhtac olmayayım. Mən burada işləyirəm ki, Allah'ın xoşu gəlir bir əziyyət çəkən adama rəhmət nəzəri ilə baxır. O rəhmət nəzərini qazanmaq üçün gəlib günün altında işləyirəm. Bəzi günahlar var, deyir ki, heç nə ilə yuyulmaz, alın təri var, işləyirsən, alnından tər axır, deyir, o günahların kəffarəsi odur. Bəzi günahlar var, tövbə ilə də bağışlanarsa, təsiri çıxmaz qəlbdən.